Salamlar değerli dostlar, hepinizi hoş gördük bir daha kanalımda. Bugün yeni bir dersimize başlanğıc verək. Deməli, yenə də hələ də mövzumuz davam edir. Bölmə olaraq Azərbaycandan danışacağıq, öz vətənimizdən, təbiətimizin gözəlliklərindən danışacağıq. Keçən dərsimizdə öyrəndik biz təbiətimizin zənginliklərindən, biz Xızı dağlarından keçdik, biz tanıdıq hansı qoruqlar var, nələr qorunur, hansı meşələr var. Azərbaycanın ən böyük gölü olan Sarısu gölünü tanıdıq və bitki örtüyünün müxtəlifliyindən danışdıq. Keçən dərsimizlə inteqrasiya eləmiş olaq. Yəni bilək ki, ən azından axırıncı dəfə nəyə keçmişik, bir xatırlayaq. Duzdağdan danışdıq. Duzdağın necə yaranmağından danışdıq, mağaralar necə formalaşır. Sonra Zaqatala və Naxçıvandan danışdıq. Oranın iqlimini müqayisə elədik. İqlim diaqramına əsasən iqlimini müqayisə etmiş olduq və s. Bunları məncə çox gözəl mənimsədiniz. Çox da asan dərs idi. Hər birinizin rəylərinə görə çox sağ olun, çox təşəkkürümü bildirirəm ki, rəylərinizdə xoş sözlər yazırsınız, bəyənirsiniz. Kanalıma bəyənib abunə olduğunuz üçün hər birinizə ayrılıqda ayrıca təşəkkürlərimi bildirirəm, dəyərli dostlar. Söz vermişdim ki, hər çəkilişdə bir neçə abunəçinin adını çəkəcəm. Dəyərli abunəçilərimə buradan salamlarımı göndərəcəm. İlk öncə hər birinə təbii ki, ayrı-ayrılıqda salamlarımı bildirirəm. Bugün xüsusi salamlarımı göndərirəm Ramilə Rəhimova adlı abunəçimə, Rəvanə Cəbrailova, Yusif Aslı və Radik Elmetov 9713 adlı abunəçilərimə xüsusi salamlarımı göndərirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Gözəl, xoş sözləriniz üçün dərin təşəkkürlərimi bildirirəm. Əzizlərim, təbii ki, məqsədim sizlərə dəstək olmaqdır. Məqsədim dərslikləri sizlərə izah etməkdir. Yeni məlumatlar əldə etməyinizdir. Sizin də mənə köməyiniz onda ola bilər ki, kanalıma dəstək olasınız, abunələrimin sayını artırmağa yardım edəsiniz və bunu yəni ən azından sübut etmiş olarsınız ki, həqiqətən də bu dərslərə, bu çəkilişlərə ehtiyacınız var. Vaxt az olduğu üçün mən çox çəkiliş eləyə bilmirəm, təəssüf ki. Abunəçilərimdən bir çoxu dərsi yazılı formada izah etməyimi xahiş edirlər, ancaq yenə deyirəm, hələ ki bunun üsulunu tam olaraq müəyyən eləyə bilmirəm. Yəni ona biraz vaxt lazımdır onu həll eləmək üçün. İnşallah ki, onu da qarşıma məqsəd qoyub onu da həll eləyəcəm, yazılı formada izah eləyəcəm. Deməli, bugünkü dərsimiz olacaq uşaqlar Azərbaycan təbiətinin formalaşması. Dedik kimi, bölmənin davamıdır. Azərbaycan təbiətindən onsuz ki, indiyə qədər danışa gəlirik. Bu günləri relyefindən danışacağıq uşaqlar. Deməli, Azərbaycan haqqında gəlin oxuyaq. Azərbaycanı yeni deyirəm, atlasda baxmaq istəyirsinizsə, daha doğrusu bütöv Azərbaycan xəritəsinə baxmaq istəyirsinizsə, atlasınızı açın. Yəqin ki, hər birinizin atlası var və məktəbdə istifadə olunan bir dərs vəsaitidir. Atlasınızı açın, qarşınıza qoyun. Azərbaycanın bütöv xəritəsinə diqqətlə baxın. Bugün həmin dərslərdən danışacağıq ki, biz yəni burada xəritənin yarısını, burada yarısını digər vərəqdə görməkdənsə, məncə atlasda bütövlükdə görə bilərsiniz Azərbaycanımızı. Amma fiziki xəritəni açın, qarşınıza qoyun. Çünki iqtisadi xəritədə dağları, düzənlikləri görə bilmərik. Deməli, baxaq, Böyük Qafqaz dağlarının hündürlüyü 4000 metrdən yüksək olan zirvələr var. Böyük Qafqaz dağlarında var, 4000-dən yuxarı zirvələr var. Amma Azərbaycan daxilində ən uca zirvəsi Bazardüzüdür uşaqlar. Ən uca zirvənin Bazardüzü olmağı biraz yəni başqa cür çıxır. Azərbaycan daxilində ən hündür zirvədir. Yəni belə Böyük Qafqaz dağlarının ən hündür zirvəsi düşür Rusiyanın ərazisinə Everest, daha doğrusu Elbrus dağlarıdır. Everest deyəcəm. Everest bilir ki, dünyanın ən hündür zirvəsidir. Camalongma ikinci adı Camalongmadır. Bunun haqqında da keçmişdik, yadınızdadırsa. Deməli, ən uca zirvə Bazardüzüdür uşaqlar. 44-66. Bu rəqəm yadda qalan rəqəmdir. Düşünürəm ki, bilməmiş, yəni yadda saxlamamış olmazsınız. 2-4, 2-6 bəlkə də müəlliminiz də qeyd edib dərsi izah eləyərkən 4466 metr ən hündür zirvədir və Böyük Qafqaz dağları deməli sədr rolunu oynayır. Təbii sədr rolunda Azərbaycanın ərazisini soyuq küləklərdən qoruyur. Yəni şimaldan gələn soyuq küləklərin gördüyünüz kimi qarşısını kəsir. Burada sərhəd kimi sədr rolunu oynayır.
və hava şəraitinin mülayim keçməsinə şərait yaradır. Bura diqqətlə qulaq asaq, diqqətlə baxaq, çünki bizim suallarımızın cavablandırılmasında məhz bu sözlər çox işimizə yarayacaq. Nəticədə Böyük Qafqaz dağlarının cənub hissəsində zəngin bitki və heyvanlar aləmi üçün əlverişli mühit yaranır. Yəni soyuq küləklərin qarşısını kəsdiyi üçün ərazinin iqlimi mülayimləşir, daha rütubətli olur. Bitkiyə də nə lazımdır? Temperatur uyğun olsun və yağıntının miqdarı bol olsun ki, orada yaxşı zəngin bitki heyvanlar aləmi yetişə bilsin. Sonra Kiçik Qafqaz dağlarına baxaq uşaqlar. O da gördüyünüz kimi sərhədimizdə yerləşir. Kiçik Qafqaz dağlarıdır bu ərazi. Deməli, Kiçik Qafqaz dağlarının hündürlüyü 4000 metrə yaxındır. Ən hündür zirvə Kiçik Qafqaz dağlarında. Deməli, burada Zəngəzurda Qapıcıq zirvəsidir. 3904 metr. Naxçıvanda ən uca zirvəsi Qapıcıqdır. Atlantik okeanından gələn rütubətli hava şəraiti burada meşələrin yaranmasına səbəb olmuşdu. Buradakı Qarabağ dağlarında başlayan çaylar şərqə və cənuba doğru axaraq Kür və Araz çaylarına qovuşur. Yəni Qarabağ dağlarından başlayan bu Qarabağ silsiləsidir. Buradan başlayan çaylar, bu da vulkanik yaylı. Buradan başlayan çaylar Kür-Araz çaylarına tökülür. Yəni onun qollarıdır və qolları olaraq gəlir hamısı axırda neyniyir? Kürə, Kürdən də birbaşa Xəzər dənizinə tökülür. Və yaxud da Araza tökülür, Araz Kürə tökülür, yenə də Xəzər dənizinə və yaxud da birbaşa Kürə tökülən, birbaşa daha doğrusu Xəzər dənizinə tökülən çaylar var. O düzdür. Böyük Qafqaz dağlarından başlayır. Kiçik Qafqazdan birbaşa deyə bilmərik. Sırf Xəzərə tökülürlər, ancaq Böyük Qafqaz dağlarından başlayan və Talış dağlarından başlayan çaylar var ki, birbaşa Xəzər dənizinə tökülür. Bunlar haqqında da gələcəkdə məlumatımız olacaq. Deməli, Kiçik Qafqaz dağları haqqında da məlumatımız oldu. 4000-ə yaxındır. Burada artıq 4000-dən yuxarı zirvə yoxdur. Böyük Qafqazdan fərqli olaraq Naxçıvanda ən hündür zirvəsi Qapıcıqdır. 3904 metr. Göstərdik yerində bayaqları. Bax, bu hissədir. Daha sonra başqa rəngdən qeyd edeyim ki, hiss olunsun. Bax, burada Qapıcıq zirvəsidir. 3904 metr. Burada var Dərələyə silsiləsi. Bura Zəngəzurdur. Zəngəzurda Qapıcıq zirvəsidir. Amma Dərələyəninki Kükü dağdır. Onda hündürlüyü 3120 metr. O da atlasınızda diqqətlə baxsanız, bax, bu ərazidə var. Daha sonra keçək uşaqlar. Xəzər dənizinə. Xəzər dənizi Azərbaycanın şərq tərəfdən, yəni Mərkəzi Asiyadan gələn quru və tozlu küləklərdən qoruyur. Bu hissə bilirik ki, Azərbaycanın şərqinə düşür. Bura Azərbaycan belə götürsək, bu hissə şərq hissədir və Xəzər dənizinə gələn küləklər, Xəzər dənizi Mərkəzi Asiyadan, Mərkəzi Asiya deyəndə Qazaxıstan, Türkmənistan, Özbəkistan, bax, bu ərazidən gələn isti, quru, tozlu hava küləklərini qoruyur. Küləklər Xəzərin üzərindən keçərkən özü ilə rütubət gətirir. Xəzər dənizində nərə, siyənək kimi nadir balıq növləri var. Daha sonra uşaqlar, Kür-Araz düzənliyi, biz Azərbaycanın ən böyük düzənliyi olan Kür-Arazdan danışacağıq. Kür-Araz düzənliyin içərisində atlasınızda da tapa bilərsiniz. Bax, burada Salyan düzü, Cənub-Şərqi Şirvan düzü, Muğan düzü, burada deməli Lənkəran düzü yerləşir Xəzər sahilində. Başqa, bax, bu yarısı da burada göstərə bilərəm. Burada Muğan düzünü görə bilərsiniz. Mil düzünü daha doğrusu burada görə bilərsiniz. Muğan düzünü bayaqları gördük. Burada Gəncə, Qazax və Qarabağ düzənlikləri də yerləşir. Atlasınızda daha ətraflı baxın uşaqlar, çalışın bunlara. Göz yaddaşınızda qalsın ki, biz hansı düzənliklərdən danışdıq, Kür-Araz ovalığında hansı düzənlikləri gördük. Bir də burada Şirvan düzü var. Şirvan və burada Cənub-Şərqi Şirvan düzənliyi. Sonra deməli Kür-Araz ovalığı hər tərəfdən dağlarla əhatə olunmuşdu. Bəli, Böyük Qafqaz və Kiçik Qafqaz, bir də Talış dağlarına əhatə olunub gördüyünüz kimi. Düzənlik Xəzər dənizinə tərəf meyillidir. Yəni meyilli o deməkdir ki, Xəzər dənizi sahillərində bu ərazilər okean səviyyəsinə aşağıda yerləşir uşaqlar. Daha da yəni aşağı çökür də, hündürlüyü azalır, meyillik o baxımdandır. Burada yağıntının miqdarı azdır, əsasən yağış formada düşür. Yəni dolu qar formasında yox, sadəcə yağış formada, çünki hava istidir bu ərazilərdə. Torpaqların münbitliyi aşağı, bitki heyvanlar aləmi isə kasıbdır. Münbitlik aşağıdırsa, deməli bura yağıntı yaxşı düşmür. İsti çox quru olmağı da iqlimin əlverişsiz olmağından söhbət gedir. Ona görə də bitki heyvanlar aləmi kasıbdır. Yağıntı da az düşürsə, ümumiyyətcə təbii ki, kasıblıq olacaq bitki heyvanlar baxımından. Talış dağlarının hündürlüyü. Gəlin Talış dağlarına baxaq. Respublikamızın cənubunda yerləşir. Baxın. Burada yox, burada göstərə bilərəm ancaq. Bir hissə burada yenə biraz düşübdür. Bax, burada Talış dağları. Talış dağlarının hündürlüyü 2000 metrdən yüksəkdir. Ən hündür zirvəsi Kömürköy və Qızıyrdu zirvələri var. Kömürköyün hündürlüyü yəni Qızıyırdudan daha çoxdur.
2493 metr. Bu dağlar deməli ölkəyə cənubdan gələn isti, quru və tozlu küləklərin qarşısını qismən alır. Çünki İran ərazisindən isti, quru, tozlu küləklər gəlir və onun qarşısını qismən alır. Niyə görə qismən? Çünki hündürlüyü çox hündür deyil. Ona görə də yəni az miqdarda alır, tam olaraq almasa da, yenə də Talış dağlarının cənub və şimal hissələrində tamamilə fərqli təbii şərait yaradır. Yadınızdadırsa, ötən dərsimizdə Talış dağları haqqında biraz da ətraflı məlumat almışdıq. Onsuz ki, yəni onun haqqında məlumatımız var idi. Bax burada. Orada danışdıq. Talış dağları haqqında məlumatımız olmuşdu bizim. Burada. Burada ətraflı məlumatımız olmuşdu. Talış dağlarında yaranan təbii sistemdən, oranın fərqli relyefindən, iqlimindən danışmışdıq. O da yerləşdiyi coğrafi mövqedən asılıdır, birbaşa asılıdır. Deməli, keçək burada Talış dağlarını davam edək. Bu dağlar ölkəyə cənubdan gələn isti və quru tozlu küləklərin qarşısını qismən alır. Talış dağlarının cənub və şimal hissələrində tamamilə fərqli təbiət yaradır. Rütubətli hava şəraiti zəngin meşə örtüyünün yaranmasına səbəb olur. Meşələr qiymətli ağac növlərlə zəngindir. Bunlar haqqında məlumatımız oldu. Gəlin indi sxemə baxaq. Sxemi tez dolduraq uşaqlar. İlk öncə deməli A şəklinə fəaliyyət 1-dən başlayırıq. A şəklinə və mətnlərə əsasən cədvəli tamamlayan əlamətləri verir uşaqlar. Böyük Qafqaz, Kiçik Qafqaz, Küraraz, Talış və Xəzər dənizini verir. Bunlar haqqında onsuz ki, burada məlumat veribdir. Biz də yaza bilərik. Məsəl üçün, bax, Böyük Qafqaz dağlarının yerləşməsini yazır. Böyük Qafqaz dağları şimalda yerləşir, doğrudur. Özü yazıbdır, onsuz ki, təbiətdəki rolu nədir? Soyuq küləklərin qarşısını alır. Bitki örtüyü nə olacaq? Meşələr. Kiçik Qafqaz dağlarına baxsaq, Kiçik Qafqaz dağları yerləşəcək cənub-qərbdə. Bax, bura yazacağıq cənub-qərb. Yazılı formada sizə tətbiq edirəm. Cənub-qərbdə yerləşir. Təbiətdəki rolu nə olacaq uşaqlar? Atlantik okeanından gələn rütubətli küləklərin qarşısını alır. Burada yazacaqsınız. Atlantik okeanından gələn rütubətli küləklərin qarşısını alır. Videonu dayandıraraq özünüz bunu yaza bilərsiniz. Daha sonra yenə də yaradır bitki örtüyü olaraq yenə nə yaradacaq? Meşələr. Çünki dağdır, meşələri olmalıdır təbii ki. Talış dağlarına da məsəl üçün bu hissəyə meşələri yazacaqsınız. Çünki dağdır. Amma Küraraz ovalında belə olmayacaq. Baxaq görək. Baxın, Kiçik Qafqaz dağları haqqında burada məlumatımız var. Onsuz ki, verir və meşələrin yaranmağına səbəb olur deyir. Və neyir? Uşaqlar, Atlantik okeanından gələn rütubətli hava şəraitinin qarşısını alır. Rütubətli hava şəraitinin yaranmağına səbəb olur həmin ərazidə. Daha sonra Küraraz ovalına baxaq. Küraraz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz dağlarının arasında yerləşir. Yazacağıq. Bax, bunu onların arasında yerləşir. Böyük, Kiçik Qafqaz dağlarının arasında yerləşir. Təbiətdəki rolu nə ola bilər? Azərbaycanda bilir ki, mərkəz mövqeydədir də, mərkəz hissədədir və isti, quru olması ilə fərqlənir. Təbiətdəki mövqeyi odur ki, təbiətdəki rolu odur ki, isti və quru küləklərdir. İsti və quru küləklərin yaranmasına səbəb olur. Xüsusiyyəti ondan ibarətdir ki, geniş bir ərazini əhatə edir, isti və quru olması ilə fərqlənir. Bitki örtüyü nə olacaq uşaqlar? Kasıb. Sadəcə kasıb yazacaqsınız. Bitki örtüyü çox kasıbdır. Bunun haqqında da mətndə məlumatınız var. Burada mətndə məlumatınız var. Bitki aləmi, bax burada görürsünüz. Münbitlik aşağı olduğu üçün, torpaqların münbitliyi aşağı olduğu üçün bitki örtüyü kasıbdır. Burasını da əlavə edəcəksiniz. Daha sonra cədvəlimizə diqqət edək. Talış dağlarına baxaq. Talış dağları dedik ki, cənub hissədə yerləşir. Respublikamızın cənubunda və cənub-şərq hissəsində yerləşir. Və özü haqqında məlumatda da var. Mətndə də deyir ki, deməli, bu dağlar buradan ölkəyə cənubdan gələn isti, quru, tozlu küləklərin qarşısını alır, qismən də olsa alır, rütubətli iqlim şəraiti yaradır. Deməli, tozlu küləklərin qarşısını alır, amma yenə də dağ olduğu üçün Talış dağlarına da nə yazacağıq? Burada yaranan bitki örtüyünə meşələr yazacağıq. Və Xəzər dənizinə baxaq. Xəzər dənizi Respublikamızın şərqində yerləşir. Bütövlükdə tamamilə şərqindədir. Gördüyünüz kimi, baxın, Xəzər dənizinin şərqindədir. Sonra şərq tərəfdən gələn isti quru küləklərin, tozlu küləklərin qarşısını alır. Baxın, bax, burada yazıbdır. Qoruyur. O sözü yazacaqsınız. Və nə ilə zəngindir? Balıq növləri ilə, yosunlarla, balıqlarla, yəni dəniz canlıları ilə canlı aləmin yaranmasına imkan verir. Bax, bunları da yazacaqsınız. Bitki, daha doğrusu bitki deyəndə heyvanlardan nərə, siyənək kimi nadir balıq növləri ilə zəngindir. Bu da olacaq sizin üçün Xəzər dənizi haqqında məlumat. Mən düşünürəm ki, bu sxem çətin deyil. Birbaşa mətni mənimsəyən, mətni oxuyan uşaqlar bunu özləri sərbəst şəkildə yaza biləcəksiniz. Daha sonra ikinci tapşırığa baxaq. İkinci tapşırıqda yazıb ki, xəritə və mətnlərə əsasən aşağıdakı suallara cavab verin.
Xəzər dənizinin sahilində yerləşməsi ölkəmizin təbiətinə hansı üstünlüklər verir? Xəzər dənizinin dedik ki, Azərbaycanın sahilində Xəzər dənizi Azərbaycanın şərq hissəsindədir. Böyük bir təsiri var uşaqlar. Xəzər dənizinin Azərbaycana təsiri çox böyükdür. Təbiətin formalaşmasına çox böyük təsiri var. İlk öncə Azərbaycanın iqlimini yumşaldır. Yəni qoymur ki, nə çox isti, nə də çox soyuq olsun və onu nisbətən də olsa rütubətləndirir. Uşaqlar qupquru olsaydı, yayımız hədsiz çox isti, qış isə çox soyuq olardı. Necə ki, Naxçıvan kimi. Naxçıvanda kontinentallıq olmanın səbəbi odur ki, sudan çox aralıdadır, materik daxili mövqedir. Xəzər dənizində balıq növləri çoxdur, onları yaza bilərsiniz və ona görə də bizim iqtisadiyyatımıza müsbət təsir göstərir. Balıqçılıq da ölkə iqtisadiyyatına yaxşı təsir göstərir. Eləcə də bilirik ki, Xəzər dənizindən neft çıxardırıq. Xəzər dənizinin bu baxımdan da iqtisadiyyatımıza təsiri çoxdur. Neft və qaz yataqları da zəngindir. Həm də nəqliyyat əhəmiyyətlidir, yəni gəmiçilikdə istifadə edirik və həmçinin Xəzər dənizinə ən çox uşaqların da sevdiyi bir şey var ki, Xəzər dənizi çimərlik kimi insanların işinə yarayır. Çimərlik kimi biz ondan istifadə edirik, yəni istirahət mərkəzi olaraq da istifadə edə bilirik. B şəkli 27-ci səhifədəki F və G şəkillərinə əsasən uşaqlar Talış dağlarının müxtəlif yamaclarındakı təbii şəraitin necə fərqləndiyini müzakirə etməyimizi istəyir bizdən. Səhifə 27-də. Səhifə 27 buradan danışır. Burada özünüz görə bilirik ki, onsuz ki, Talış dağları cənub hissəsi isti quru hava kütlələri təsir edir cənub hissəsinə və ona görə də həm hissədə dedik ki, yağıntı az olur. Yağıntının az olması bu ərazidə bitki heyvanlar aləmində nə edir? Kasıb edir. Çünki isti quru iqlimdə bitki heyvanlar aləmi yaşaya bilmir. Ona görə də kasıbdır. Amma Lənkəran zonasında Xəzərdən gələn bol yağıntı dedik ki, bax bu hissədən bol yağıntı gətirir və burada ona görə də meşə şəraiti, meşə təbii sistemi yaradır. Və burada çoxlu yağıntı növləri olduğu, yağıntı olduğu üçün, miqdarı çox olduğu üçün daha doğrusu sitrus bitkiçiliyi, sitrus bilir ki, yəni limon, naringi, portaqal kimi deməli yetişməyinə səbəb olur. Yəni sitrus meyvəçiliyinin inkişafına yaxşı şərait yaradır. Deməli, bu hissədə qurudur, digər hissədə rütubətlidir. Rütubətli olan ərazidə ona görə də yağıntı çox olduğu üçün sitrus meyvəçiliyi, yaxşı bitki heyvanlarla, meşə ilə zəngindir. Amma əks tərəfdə isə isti quru olduğu üçün soyuq, daha doğrusu quru hava şəraiti kasıb bitki baxımından kasıb hava şəraiti yaradır. Daha sonra uşaqlar növbəti sualımıza baxaq. Hara getdi? Qarabağda təbiətin daha zəngin olması hansı amillərlə əlaqədardır? Qarabağda təbiətin zəngin olması, söhbət Kiçik Qafqaz dağlarından gedir. Belə deyə bilərik ki, uşaqlar, Qarabağ təbiəti müxtəlifdir. Ora Atlantik okeanından axı Kiçik Qafqaz dağlarında yerləşir Qarabağ. Deməli, Atlantik okeanından gələn rütubətli hava ora daxil olur və ona görə də yağıntı çox düşür, kifayət qədər yağıntı düşür və yağıntının səbəbi, yəni daha doğrusu yağıntının yaratdığı şərait necə olacaq? Təbii ki, orada bitki heyvanlar aləminin müxtəlifliyinə, zənginliyinə gətirib çıxardacaq. Kür-Araza tökülən çaylar da dedik ki, Qarabağdan başlayır. Bax, o sözü də ora əlavə eləyə bilərik. Yəni, Kür-Araz çaylarına tökülən çaylar Böyük Qarabağ silsiləsindən başlaya bilər, Qarabağ dağlarından başlaya bilər ki, bunlar da özü, yəni çay sistemimizin formalaşmağına şərait yaradır. Deməli, Qarabağ haqqında nə deyəcəyik uşaqlar? Qarabağ Qafqaz dağları, Kiçik Qafqaz dağlarında yerləşir. Yağıntı bura Atlantik okeanından gələn yağıntı, Atlantik okean üzərindən yəni gələn hava şəraiti, rütubətli hava şəraiti burada yağıntının rütubətinin çox düşməyinə səbəb olur. Kifayət qədər yağıntı düşür. Ona görə çaylar formalaşır və həmin çaylar nə edir? Kür və Araz çaylarına tökülür. Yəni Qarabağ dağlarından başlayan çaylar Kür və Araza tökülür. Çay sistemimizin formalaşmağına səbəb olur. Daha sonra D variantında isə Böyük Qafqaz dağları şimalda yerləşməsəydi, Azərbaycanın təbiəti necə olardı? İnşallah Böyük Qafqaz dağları haqqında bayaq da danışdıq ki, Böyük Qafqaz dağları sərhəd kimi sədr rolunu oynayır, soyuq küləklərin qarşısını alır. Siz indi özünüz düşünün, soyuq küləklərin qarşısını almasaydı, necə bir hava şəraiti formalaşardı? Öz sözünüzlə də yaza bilərsiniz. Böyük Qafqaz dağları sədr rolunu oynayır, soyuq küləklərin qarşısını kəsir və mülayim hava şəraiti yaradır. Amma Böyük Qafqaz dağları olmasaydı, onda əksinə deyəcəkdik. Mülayim hava yox, soyuq olacaqdı. Yəni Azərbaycanın şimalında dağ olmasaydı, iqlim qış aylarında çox soyuq, quru, yayda isə daha isti və quru olacaqdı. Və bitki heyvanlar aləmi də kasıb olacaqdı. Yəni soyuğun qarşısını aldığı üçün, rütubətli hava şəraiti yaratdığı üçün
mətnin özündə də yazır. Soyuq küləklərdən qoruyur. Bax o sözü deməliyik mütləq. Soyuq küləklərdən qoruyur, hava şəraitinin mülayimləşməsinə şərait yaradır, bitki heyvanlar aləminin zəngin olmağına şərait yaradır. Amma olmasaydı bunun tam əksini deyəcəkdik də. Soyuq olmur. Yayı çox isti olacaqdı, qışı da çox soyuq olacaqdı və bitki heyvanlar aləmi də zəif olacaqdı, zəngin deməyəcək artıq. Sonra Kür-Araz düzənliyində hava şəraiti uşaqlar. Deyir ki, Kür-Araz düzənliyində hava şəraitinin quru, bitki örtünün zəif olmasının səbəbi nə ola bilərdi? Bizdə Kür-Araz haqqında onsuz ki, burada məlumat var. 3-cü tapşırıqda buradan deməli Kür-Araz haqqında. Deyir ki, isti quru olmanın səbəbi nədir? Bitki örtünün zəif olmasının səbəbi nədir? Səbəb odur ki, hər tərəfdən dağlarla əhatələnibdir. Dağlar da rütubətli havanın ora gəlməyinə qoymur da. Ona görə də ya isti keçir, qışda mülayim keçir və yağıntı az düşür. Əsas məsələ orada yağış azdır. Yağıntı az düşdüyü üçün uşaqlar torpağın münbütlüyü aşağıdır, bitki heyvanlar aləmi kasıbdır. Sadəcə belə yazacaqsınız. Kür-Araz ovalığı hər tərəfdən dağlarla əhatə olunubdur deyə isti qurudur, ya istidir, qış mülayimdir. Ancaq yağıntının miqdarı azdır. Bitki heyvanları, yəni torpaq münbütlüyü aşağı olduğu üçün bitki heyvanları aləmi də kasıbdır. Amma ən sıx məskunlaşan ərazilərdən biridir. Uşaqlar əkinçilikdə ən çox istifadə olunan ərazilərdir. Orada suvarma şəraitində, ancaq suvarma şəraitində, suvarma olmadan heç nə əkmək olmaz. Orada pambıqçılıq rayonumuzdur, Kür-Araz ovalığı, ən azından region olaraq bunları bilməliyik ki, Kür-Araz respublikamızın ən yaxşı yerlərindən. Sadəcə olaraq torpağı münbit deyil, suvarması yoxdur. Daha doğrusu təbii şəkildə yağıntısı, rütubətliyi azdır. Ona görə də süni suvarma şəraitində hər şey əkilir, hər şey becərilir həmin ərazilərimizdə. Respublikamızın hər bir qarışını bilməyimiz bizim ən azından vətənpərvərlik borcumuzdur. Bunun hamısını bilməliyik uşaqlar. Hələ kiçik bir miqdarda bir hissəsini öyrəndik. Təbiətimizin necə zəngin olmağını gələn dərslərimizdə, yuxarı siniflərimizdə daha yaxşı öyrənəcəyik. Hər birinizi uğurlar arzulayıram. Dərsimi sonuna qədər izlədiyiniz üçün, dinlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağınızı da bilirsiniz ki, hər birinizdən əvvəldən ilk gündən demişəm ki, siz mənə dəstək, mən də sizə dəstək olacağam. Hər birinizi uğurlar arzulayıram. Sağ olun.